Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, bu gün 5 oktyabr cüvən sınavının izahına baxacağıq. Hansı ki, 9 və 10-cu siniflər üçün reading, listening, writing suallarına baxacağıq uşaqlar. Deməli, ilk öncə uşaqlar qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm 3 bacarıq, həm də 5 bacarıq üzrə bizim hazırlıqlarımız mövcuddur. İndi isə keçək suallarımızın izahına. Listening suallarından başlayaq. Birinci sualları gözdən keçirək. Bir dəqiqə gözləyin. Sualları gözdən keçirək. Deyir ki, what is the passage mainly about? Mətin nə haqqındadır? How students can learn to fly airplanes. Şagirdlər təyyarə uçurmağı necə öyrənir? The daily life and activities of students. Şagirdlərin deyir ki, gündəlik həyatları və fəaliyyətləri. The dangers of eating too much junk food. Deyir ki, çoxlu deməli atışdırmalıq yeyəcəklər, belə fast foodlar yeməyin təhlükələri. Qədim zamanlarda məktəblərin tarixi. Niyə şagirdlər deməli film izləməməlidirlər? Yaxşı, keçdik 2-də. What do the students do in English class? Deyir ki, ingilis dili dərsində uşaqlar nə edirlər? They cook food in kafeteriyada deyir ki, yemək bişirirlər. They listen to music and dance. Musiqiyə qulaq asıb rəqs edirlər. Daha sonra they play soccer, futbol oynayırlar dostları ilə. Read the text, tekst oxuyub cümlələr yazırlar. They practice painting pictures. Deyir ki, şəkil çəkməyi praktika edirlər. Təbii ki, məntiq ilə fikirləşsəm, əslində cavab D variantı ola bilər, amma baxırıq yenə qulaq asırıq. Demək bizə nə deyir? Deyir ki, at lunch students usually. Deyir ki, deməli qəryan altıda şagirdlər adətən nə edirlər? Study for the next exam quietly. Sakitcə gələn imtahana hazırlaşırlar. Take a nap. Deyir ki, şagirdlər deməli sinifdə mürgüləyirlər. Eat food, yemək yeyirlər. Sinif yoldaşlarına söhbət edirlər. Evə gedirlər, ev tapşırıqlarını edirlər. Practice role plays in English class. İngilis dili dərsində rollu oyunları praktika edirlər. 4-cüdə true, false istəyir. Students deyir ki, şagirdlər bəzən rollu oyunlar edirlər və yaxud da diyaloqlar edirlər ingilis dili dərsində. In PE, yəni physical education, fiziki tərbiyə dərsində onlar idmanları praktika edirlər, hansı ki, futbol, basketbol kimi. Students və uşaqlar heç vaxt istifadə etmir notebooklardan, qələmlərdən ya da məktəbdə aplikasiya, tətbiqlərdən. Deyir ki, şagirdlər heç vaxt dəftər, qələm, aplikasiya, yəni tətbiqlərdən istifadə etmirlər məktəbdə. At lunch, qəryan altıda şagirdlər yalnız sakitcə dərs oxuyurlar siniflərində. Onun sözü varsa adətən səhv olur, amma yenə də vurum qulaq asaq uşaqlar nə deyir? 9-cu və 10-cu siniflər üçün ingilis dilindən dinləmə mətni. Mətni diqqətlə dinlədikdən sonra ona aid olan tapşırıqları yerinə yetirin. Every student has a daily routine. In the morning, they get up, eat breakfast and go to school. At school, they join class and listen to the teacher. Students use a notebook, a pen or even a digital app to take Gördünüz, use deyir. Amma burada deyir heç vaxt istifadə etmir. 4.3 false, B bəndi. a note. In English class, they read a text, check a dictionary and write sentences. They read the text. İngilis dili dərsində nə eləyirmiş? Read the text, write sentence, check a dictionary. 2-yə D bəndi olur. Sometimes they do a role play or act out a dialogue. They also ask 4.1 true deyir. Bəzən bunu da edirlər. and answer questions, then complete a chart or match words. In PE class, they practice sports like soccer or basketball. Okay. At lunch, students eat food in the cafeteria. They talk with classmates, laugh and make friends. At lunch harda dedi? Deməli, they eat bir dəqiqə itirdim. Bu da burada. At lunch. They eat food, talk with friends, classmates. C-ni dedi 3-də. After school, they do homework at home. Yəni ki, 4.4 nədir? Uşaqlar false. Deyir ki, sadəcə sakitcə dərslərini çalışırlar qəryan altıda. Yanlışdır. Dedi, yemək yeyir, dostlarla söhbət edirlər, gülürlər. Və keçdik. Mətin nə haqqındadır?
Yəni uşaqların təyyarə uçurtması ilə bağlı heç nə yoxdur, A səhvdir. Şagirdlərin gündəlik həyatı və aktivitetləri, fəaliyyətləri B variantı doğrudur. Çünki tezdən gələn altıya, sonra yəni uzun müddət danışaraq gedir, düzdürmü? Ona görə B bəndi düzdür. C-də deyir ki, şey nədir? Junk food, fast foodlar yeməyin deyir ki, zərərli yeyəcəklər yeməyin təhlükələri. Xeyr. Ya da ki, qədim zamanlarda məktəblərin tarixi. Bir şeyin tarixindən danışması üçün uşaqlar yadınızda saxlayın ki, sizə bir zaman verməlidir. Başlanğıc tarixini qoyub bu günə qədər gətirib çıxarmalıdır. Və bizə elə bir şey demir. Ya da ki, niyə film izləməməlidirlər? Bu da yoxdur. Cavabınız olmuş olur B variantı. Keçdik indi 9 və 10-cu siniflər üçün deməli, reading suallarına. Sadəcə olaraq uşaqlar, mən burada short textləri ötürmüşdüm bayaqca videoda 9-cu siniflər üçün short textləri. Düşündüm ki, 10-cu siniflərlə eynidir, amma short textlər eyni deyil. Ona görə zəhmət olmasa gəlin bu short textlərə də tez baxaq, sonra keçək reading-ə, çünki reading 9-dan 10-da eynidir. Can you run 5 kilometers without stopping? Deyir ki, dayanmadan 5 kilometr qaça bilərsənmi? Then join the city marathon on July 15th. Deyir ki, onda iyulun 15-i şəhər maratonuna qoşul marafonuna. The race starts at 9 a.m. in Central Park. Deyir ki, yarış tezdən saat 9-da Mərkəzi Parkda başlayır. Registration is free for all runners. Bütün qaçıcılar üçün qeydiyyat pulsuzdur. Deyir ki, marafon keçiriləcək axşam. Axşam yox, tezdən dedik AM. A səhvdir. B-də deyir ki, yarış məsafəsi 5 kilometrdir. Bəli, deyir 5 kilometr dayanmadan qaça bilərsənmi? Cavab B-dir. C-də deyir yalnız professional qaçıcılar qoşula bilər. Səhvdir. Participants must pay to register. Qeydiyyatdan keçmək üçün ödəniş etməlidir iştirakçılar. Ödənişsiz, pulsuz idi. Marathon starts outside. Şəhərin kənarında baş verir. Xeyr, şəhərin kənarında yox. City Park dedi. Central Park, Mərkəzi Parkda başlayacaq. B bəndidir cavab. Hi Kevin. Salam Kevin. Tomorrow we have a history test but I can't find my notes. Deyir sabah bizim tarix testimiz var, amma mən notlarımı tapa bilmirəm. Could you please send me some photos of your notebook? Deyir ki, zəhmət olmasa sən mənə not dəftərindən bəzi şəkillər göndərə bilərsənmi? Thanks a lot. Təşəkkürlər. Sincerely, bütün səmimiyyətimlə Peter. Peter Kevinə yazıb. Okay. Deyir ki, Peter istəyir ki, Kevin to share his history notes. O Kevin'in öz tarix notlarını paylaşmasını istəyir Peter. Bəli, a düzdür. Belə deyir ki, Kevin Peter'dan istəyir ki, kömək istəyir ev tapşırığında. Kevin istəmir, Peter istəyir. B səhvdir. C-də deyir ki, Kevin lost his history notebook. Kevin tarix dəftərini itirib, Kevin yox, Peter itirib. Peter tells Kevin the test is cancelled. Peter Kevin'a deyir ki, test ləğv olunub. Xeyr. Y-də deyir ki, Kevin invites Peter to a study group. Deyir, deməli, öyrənmə qrupuna dəvət edir Kevin Peter'ı. Xeyr, belə bir şey yoxdur. Cavabımız oldu A variantı. İndi keçirik what is the purpose of letter? Məktubun məqsədi nədir? Hi Anna, salam Anna. Good luck with your piano performance next Friday. Deyir ki, gələn 5-ci günün piano performansında sənə uğurlar. I know you have practiced a lot and I'm sure you will play beautifully. Deyir ki, mən bilirəm ki, sən çox çalışdın, çox praktika etmisən və əminəm ki, sən gözəl şəkildə ifadə edəcəksən. Best wishes, ən xoş arzularla Laura. Okay. Məqsəd nədir? To ask Anna to teach Laura piano. Deyir ki, Anna'dan Laura'ya piano öyrətməsini xahiş etmək. Xeyr. Congratulate Anna on her last concert. Sonuncu konserti ilə bağlı Anna'nı təbrik etməkdir. Xeyr. To remind Anna about her ev tapşırığı haqqında Anna'ya xatırlatma etmək. Xeyr. To wish Anna success in her performance. Deyir ki, performansında Anna'ya uğur arzulamaq. Bəli, düzdür. Y-də deyir ki, Anna'nı konsertə dəvət etmək yanlışdır. Bu da belə. Keçdi indi readingimiz həm 10, həm də 9-cu siniflərdə uşaqlar reading ortaqdır, eynidir. Buna baxırıq. Shopping is a common activity for teens and families. Deyir ki, bazarlıq həm yeniyetmələr və ailələr üçün ortaq bir aktivitedir, fəaliyyətdir. In the city, people can visit a shop, mall and a store or a small market. Deyir ki, şəhərdə insanlar deməli bazarlıq mərkəzinə, belə deyək də ticarət mərkəzinə gedirlər, ya bir mağazaya, dükana, ya da balaca bir marketə gedirlər.
gedə bilirlər. They usually buy clothes like t-shirts, pants and sneakers. Deyir ki, onlar adətən t-shirt, şalvar ya da ki, idman ayaqqabısı kimi paltarlar alırlar. Some prefer casual fashion while others like something formal. Deyir ki, bəziləri normal, deməli, dəbi üstünlük tuturlar, modanı üstünlük. Digərləri isə rəsmi olan bir şeylər sevirlər. Shopping is also a chance to meet friends, hang out and have fun together. Deyir ki, bazarlıq həmçinin dostlarla görüşmək, deməli, dostlarla bir yerlərə gedib gəzmək və birlikdə əylənmək üçün bir şansdır. In a shopping mall there are many options. Deyir ki, ticarət mərkəzində belə deyək, çoxlu seçənəklər vardır, seçimlər vardır. You can find a bookstore, a sports shop or a store with digital devices. Deyir ki, siz bir kitab mağazası tapa bilərsiniz, idman mağazası və yaxud da ki, digital alətlərin olduğu bir dükan tapa bilərsiniz. Students often use their cell phone to check prices online or compare different products. Deyir ki, şagirdlər tez-tez telefonlarını yoxlayırlar, görsünlər ki, onlayn qiymətlər və müxtəlif məhsullarda olan qiymətləri yoxlayıb müqayisə etmək üçün nə edirlər? Telefonlarını tez-tez yoxlayırlar, istifadə edirlər ya da. Some shops also sell food like chocolate, fruit or fast food. Fast snacks deyir ki, bəzi mağazalar həmçinin şokolad, meyvə və yaxud da ki, atışdırmalıq fast foodlar satır. It's always a good idea to make a list before shopping so you do not forget what you need. Deyir ki, bazarlıq etməzdən əvvəl deməli bir siyahı hazırlamaq həmişə yaxşı bir fikirdir. Beləliklə sən nəyə ehtiyacın olduğunu unutmursan. Shopping is not only about buying things. Deyir ki, bazarlıq etmək sadəcə bir şeylər almaq haqqında deyil. It also reflects culture and lifestyle. O həmçinin mədəniyyət və həyat tərzini əks etdirir. For example, in some countries, traditional clothes are very popular, while in others, modern styles are more common. Deyir ki, məsələn, bəzi ölkələrdə ənənəvi paltarlar, yəni belə deyək, milli geyimlər çox məşhurdur, amma digərlərində müasir stillər, müasir moda, belə deyək də, daha yaygındır. Shopping can be educational too because students learn how to choose, decide and use money responsibly. Deyir ki, bazarlıq həmçinin təhsillə bağlı da ola bilər. Çünki təhsillə də bağlı ola bilər. Çünki şagirdlər necə seçəcəklərini, qərar verəcəklərini və puldan məsuliyyətli şəkildə istifadə edəcəklərini öyrənirlər. Okay. İndi deyir ki, what is the passage meaning about? Mətin nə haqqındadır? The dangers of fast food. Deyir ki, şəhərlərdəki fast foodun təhlükələri. Xeyr, bazarlıq etməkdən danışır. Shopping as a cultural, social, practical activity. Deyir ki, bazarlıq mədəni, sosial və praktiki bir fəaliyyət kimi. Bəli, B variantı düzdür elə. Dədə deyir ki, qədim zamanlarda paltarın tarixi. Xeyr. Geyimin tarixi ya da. Deyir importance of saving money in banks. Banklarda pulu saxlamağın əhəmiyyəti. Xeyr. Sənin digital alətini necə qurmaq olar? Xeyr, bu da deyil. Cavab B-dir. Keçdik. Deyir ikinci paragrafdan definition. To look at something carefully, to see it is correct or find information. Deyir ki, bir şeyin doğru olduğunu və yaxud da ki, məlumat tapmaq üçün diqqətli şəkildə baxmaq, biz buna deyəcəyik yoxlamaq, yəni to check. To sell satmaqdır, forget unutmaqdır, need ehtiyacı olmaq, find isə tapmaqdır. Zaten yazamazsan, çünki find sözünün özü definition içində verilibdir. Keçdik. Why is shopping described as educational? Deyir ki, bazarlıq niyə təhsillə bağlı olduğu təsvir olunubdur? Çünki dedik ki, nə edirlər, necə seçim edəcəklərini, qərara gələcəklərini və yaxud da ki, bir də nə idi? Puldan məsuliyyətli şəkildə istifadə edəcəklərini öyrənir uşaqlar. Okay, it makes students avoid. Deyir şagirdlərin
ənənəvi paltarlardan, milli paltarlardan qaçındırır. Xeyr. B-də deyir ki, it always teach students about history. Həmişə tarix haqqında öyrədir uşaqlara. Xeyr. It helps students learn how to use money responsibly. Şagirdlərin məsuliyyətli şəkildə puldan necə istifadə edəcəklərini öyrənməsinə kömək edir. Bəli, C düzdür. D-də deyir ki, o şagirdlərə göstərir ki, öz paltarlarını necə dizayn edəcəklər. Xeyr. G-də də deyir ki, it guarantees students get discounts on all products. Deyir ki, o şagirdlərə bütün məhsullarda endirim alacaqlarını garanti edir. Xeyr. Cavab C-dir. 24-də in a shopping mall deyir ki, bir ticarət mərkəzində people can only buy food and snacks. Yalnız yemək ala bilər, yanlışdır. Find nothing except deyir ki, rəsmi paltarlar xaricində heç nə tapa bilməz, səhvdir. Shop only for traditional costumes. Yalnız milli paltarlar, ənənəvi paltarlar üçün bazarlıq edə bilər, səhvdir. Never compare prices online. Deyir ki, online-dan heç vaxt müqayisə etmirlər qiymətləri. Səhvdir. Y düzdür. Visit a sports shop. Deyir ki, idman paltarlarının mağazasına gedə bilərlər. Bəli, oxumuşduq bunu. These statements are true according to the text. Mətnə görə hansılar doğrudur? Shopping can be a way to meet friends and have fun. Deyir ki, bazarlıq etmək, dostlarla görüşmək, əylənmək üçün bir yol ola bilər. Bəli, bunu oxumuşduq, bir düzdür. Making a shopping list can help people forget what they need. Deyir ki, bazarlıq siyahısı düzəltmək insanların nəyə ehtiyacı olduğunu unutmasına kömək edir. Unutmasına yox, unutmamasına. Yəni xatırlamasına kömək edir deyə oxumuşduq. Traditional clothes are popular in all. Bütün ölkələrdə deyir milli paltarlar, ənənəvi paltarlar məşhurdur. Xeyr, bütün ölkələrdə yox, bəzilərində demişdi. Some people prefer casual clothes while others prefer formal ones. Deyir ki, bəzi insanlar gündəlik paltarları, günlük paltarları üstün tutur, digərləri isə rəsmi olanları. Bu da olur 4. Doğru, cavabımız 1 və 4. Keçdik. İndi bizim burada nəyimiz var? Bir dənə şəklimiz var. Deməli, uşaqlar, şəkildə şəkil üzrə hekayə, yəni həm 9, həm 10, həm də 8-ci siniflərdə eynidir. Yəni, hər 3 sinif üçün bir dənə videodur. Bu, yaxşımı? Writing səhvdə. İndi isə baxaq, nə edir bunlar? Birinci, ağac əkirlər. Sonra ağacda, deməli, bu nədir görən? Nə ağacıdır? Almadımı? Alma yazaq gəlin. Yəni, onsuz da nəyi görsənsə odur. Mən bunu almaya oxşadıram. Haydi, alma yazaq. Tamam. Alma ağacı əkirlər uşaqlar. Sonra ağac böyüyür, meyvə gətirir. Ağacda böyüyənə kimi, bu işitdə olana kimi, maşallah, uşaqlarda heç dəyişmir. Nəsə. Hə, ağac böyüyür. Bunlar gəlir, alma yığır, aparır. Bunu belə də təsvir edə bilərsən və yaxud da ki, amma yəni ən məntiqli olanı düşündüm də, ya da bir ağac əkirlər, sonra gəlirlər başqa bir ağacdan alma yığıb gedirlər. Belə də bir şey ola bilər. Nəsə, artıq bu sizin öz fikrinizə qalmış bir şeydir. Özünüz necə yazırsınızsa. Açıq sualları, yəni bu writing hissəsini şərhlər bölməsinə qeyd edərsiniz, mən baxaram. İndi isə mən öz fikrimi yazım. Tamam, deyirəm ki, uşaqların geyindiyi paltardan mən düşünürəm ki, bu yay günü olar. Həm də ki, meyvələr onsuz da yayda, belə deyək də, ərsəyə gəlir. Düzdürmü? Yaxşı. İndi yazıram ki, gözəl bir yay günü idi. It was, dili dəyişim yazacağım. It was a nice summer day. Gözəl bir yay günü idi. Uşaqlara ad verəcəm. Deyirəm ki, birinin adı Kate olsun, birinin də adı Mike olsun. Kate və Mike, deməli, deyirəm ki, Kate və Mike qərara gəlirlər ki, alma ağacı əksinlər. Kate and Mike qərara gəldilər. Decided. Decidedən sonra to-lu məzdər gəlir uşaqlar. To, əkmək, to plant. Keçirəm aşağı ki, rahat görə biləsiniz. To plant. To-lu məzdər uşaqlar artıq şəkilçi qəbul etmir. Bir də writingdə yadda saxlayın. Hansı zamanda yazsınız, o zamanda da davam elətdirəsiniz writingi. Yəni essenizi belə deyək. Yəni keçmişdə başlamısansa, keçmişdə getməlidir hadisələr. İndicidə yazmısansa, indici zamanda getməlidir hadisələr, davam etməlidir. To plant. Əkməyə nəyi? To plant an apple tree. An apple
tree. Bir dənə alma ağacı əkmək qərarına gəldilər. Okay. So, beləliklə deyirəm ki, onlar bağa getdilər və ağacı əkməyə başladılar. So, they getdilər. Went to hara? Bağa. Went to the garden and started başladılar to plant the tree. Ağacı əkməyə başladılar. Sonra deyəcəm ki, bir müddət sonra after a while bir müddət sonra onlar bağa yenidən gəldilər. They came back ya da they came to the garden again. Bağa yenidən gəldilər. Aha. Deyəsiniz ki, və ağacda almaları gördülər. Belə bir şey deyə bilərsiniz də. Okay. They gördülər apples on the tree. Ya da in the tree. Nə yazırsınız ya. Amma ağacın içi olmurdu. On the tree yazın. Aha, ağacda almaları gördülər. Sonra deyəcəyik ki, onlar almaları səbətə yığdılar. They yığdılar. Pick up ya da gathered. Gathered topladılar, yığdılar. Picked up yazarsınız, collected yazarsınız. Gathered the apples. The apples yazmayaq da some apples. Biraz alma yığdılar. Some apples into the baskets. Səbətlərə yığdılar. Finally, sonda onlar birlikdə evə getdilər. They went home together. Baxın, nə qədər sözdür. Demək, 1, 2, 3, sonra 6, 9, 9-un 11, sonra gəlir 14, 15, 18, 21, 22, 24, 26, 27, 30, 33, 36, 39, 42, 44, 44, 46, 48, 49, 50, 51, 52, 53, 54 dənə söz kifayət edir. Siz də öz yazdığınızı şərhlər bölməsinə qeyd edərsiniz, baxaram. Videomuz isə bu qədər idi uşaqlar.